Salam əziz müəllimlər, bugün mən sizinlə açıq dərsimin icmalını paylaşacağım. Birinci səhifəmizdə biz rayonumuzu, ad, soyad, keçirilmə tarixi, fəndir, neçənci sinifdə mövzunun adı hər biri qeyd olunur. İkinci mərhələdə deməli standart götürülür və bu standarta uyğun məqsəd təlim nəticəsi çıxarılacaq. Mən burada iki standartdan istifadə etmişəm. Birincisi oxudur, İkincisi dil qaydalarıdır və bildiyimiz kimi standart dövlət tələbidir. Burada necə varsa heç bir söz dəyişdirə bilməz. Müəllim necə var elə yazılmalıdır və ən əsas da necə tələb olunursa 1-45 dəqiqə ərzində də eləcə tətbiq olunmalıdır. Və əsas məqsəd nədir burada? Biz bir və ya iki standart götürməliyik. Çünki 1-45 dəqiqə ərzində ən uzağı biz iki qiymətləndirmə apara bilərik. Yəni dərsin effektiv olmasını istəyiriksə çox standart götürmürük. Və təlim nəticəsi. Təlim nəticəsi deməli həmən standartdan təlim nəticəsi çıxarılır və ən əsas məqam bu təlim nəticəsi şagirdlərə əvvəlcədən qeyd olunmalıdır. Ya lövhədə deyək ki, yazılsın, ya deyək monitorda göstərilsin və şagirdlər bilməlidir ki, tam olaraq qiymətləndirmə nə üzrə aparılacaq və ona səy göstərsinlər, çalışsınlar. Daha sonra keçirik öyrənmə fəaliyyətinə. Öyrənmə fəaliyyətində iş forması, iş üsulu, inteqrasiya, resurslar hər biri qeyd olunur. İş forması kollektivlə iş götürmüşəm, bir də fərdi iş. Məndə uşaq sayı az olduğu üçün, 5 şagird olduğu üçün qruplarla iş, kütlərlə iş apara bilmirəm. Kollektivli iş və bir də fərdi iş təşkil edirəm. İş üsulu isə müəllim istədiyi qədər iş üsulundan istifadə edə bilər. Əqli hücumdur, müzakirə, singven, ziqzaq. Singvenlə buradan istifadə etmişəm nə üçün? Çünki fərdi iş var. Fərdi iş singven ilə əlaqəlidir. Ziqzaq üsulundan istifadə etmişəm. Mövzum 5 mövzu, 5 başlıq olduğu üçün ziqzaqdan istifadə edirəm. Əqli hücum da bizim motivasiya hissəsimiz, tədqiqat sualımız, çalışmaların həllində müzakirədir. İnteqrasiya keçir. İnteqrasiya fənlər arası üfüqi inteqrasiyadır. Baxın, burada üfüqi inteqrasiya yazmışam. Müəllimlər ən çox üfüqi ilə şaquli inteqrasiyanı qarışdırır və onlara sadə bir izahını vermək istəyirəm ki, şaquli inteqrasiya siniflər üzrə, mərtəbə üzrə 4, 5, məsəl üçün 6, 7, 8 siniflər bu şəkildədir. Amma üfüqi inteqrasiya, baxın, burada mən 2 məzmun xətti götürmüşəm, oxu və dil qaydaları üzrə. Eyni deyək ki, 1-45 dəqiqədə 2 məzmun xətti götürürəmsə, üfüqi inteqrasiya sayılır. Həyat bilgisi və riyaziyyatla inteqrasiya etmişəm. Resurslar, dərsdə istifadə olunan hər bir vəsaitlər burada qeyd olunur. Mövzumuzun adı ən sürətli mövzusudur. Mövzumuzun adında mən heç bir deyək ki, oyundan və yaxud da maraqlı üsullardan istifadə etmirəm. Nə üçün? 4-cü siniflər olduğu üçün. Çünki 4-cü siniflər üçün artıq maraqsızdır. Onlar hətta kitabı sona qədər vərəqləyib, hansı mövzu gələsidir, hansı mövzu olasıdır, onu artıq bilirlər. Bu üsullar yaxşıdır. 1-ci sinif, 2-ci sinif uşaqları üçün tapmacı ilə tapaq, gəlin uşaqlar birlikdə görək bunun açması nədir? Bu şəkildə onlar üçün maraqlı olur. Amma 4-lər üçün bu çox maraqsızdır deyə mövzunun adını əvvəlcədən qeyd edirəm. Dərsin gedişi mərhələlərdən biri elə dərsin gedişidir. Maraq oyatma mərhələsi, yəni motivasiya hissəsində sinifə müraciət edirəm ki, uşaqlar, bizim mövzumuzun adı ən sürətli mövzudur. Və sürət nədir? Sual verirəm və şagirdlərin fikirləri mənim üçün önəmlidir. Burada müəllim heç bir nöqsan tutmamalıdır, yəni şagirdlər arasında seçkinilik etməməlidir ki, sən belə fikir söylədin, düz deyil. Hər birinin fikrinə müsbət yanaşılmalıdır. Və keçirəm tədqiqat hissəsinə. Tədqiqat hissəsində
Müəllimlər çətinlik çəkir ki, görəsən tədqiqat sualı mən nə qoyum? Elə bizim məqsədimiz, bizim standartımız nədir? 1:45 dəqiqə ərzində bizdən nə tələb olunur? Və həmən deyək ki, məqsəddən götürərək bir fikri burada qeyd edirəm. Mətndəki fakt və fikirlərə qarşı münasibətiniz necə olacaq? Yəni, biz bu mətni oxuduqdan sonra fikriniz necə olacaq? Mənim üçün önəmlidir. Mən o tədqiqat sualını, mətni oxuduqda, şagirdlərin fikirlərini aldıqda və necə olacağını biz orada elə müzakirə etmiş oluruq. Tədqiqatın aparılmasında başlayırıq artıq biz mövzuları oxumağa. Mövzunu oxuyanda birdən uşaqlar çox səs saldıqları üçün mən onlara bir qabda püşt hazırlayıram, mövzuların adını yazıram və deyirəm ki, gəlin hərə birini götürsün, görə hansı mövzu düşür. Baxmadan şagirdlər seçirlər, mövzunun adlarını götürüb, gedib yerlərində həmən mövzunu oxuyurlar. Hər mövzunu oxuduqca həmən mövzuya aid bir slayd yığmışam. Slaydın səslənməsi də özümündür, yəni tam olaraq yığmışam, deyək ki, videonu tam olaraq özəlləşdirmişəm. İndi açılsın, onu bir səsləndirək. İşıq sürəti ilə hərəkət etsəydik, nə baş verərdi? Bir saniyədə dünyanı 7 dəfə fırlanardı. Aya bir saniyə çapardı. Güneşə 5 mövzumuz var bizim burada. Hər başlıq oxuduqdan sonra video göstərilir və şagirdlərə bir vərəq paylayıram. Vərəqdə deyirəm, uşaqlar, maraqlı gələn məqamları qeyd edin. Yəni, istədiyi şəkildə maraqlı gələn məqamları qeyd edirlər. Daha sonra söz boğçasına baxırıq. Ən önəmli səhifəmizdir söz boğçası. Burada çətin tipli sözlərin izahı olur və şagirdlərə müəllim söyləmir. Burada şagirdlər özləri onu, deyək ki, lüğətlərdən axtarırlar. Çünki elə olanda uşaqlar göz yaddaşı olur və daha maraqlı gəlir suallar. Daha diqqətlə, deyək ki, axtarmağa çalışırlar. Məlumat mübadiləsi və çalışmaların həllinə keçirik. Dərs listəyə verilən çalışmalardır. Mən bu şəkildə cəmləmişəm. Nəyə görə? Çünki monitorda göstərəcəm. Digər müəllimlər bunu görsünlər ki, biz hansı çalışmalar üzərində iş aparasıyıq. Birinci çalışmamızda bizim dil qaydalarına aiddir. Məcazi mənalı sözlərdir. Bunlar müzakirə olunur. Əvvəlcə məcazi mənalı sözlər nəyə deyilir? Onu araşdırırıq. Ondan sonra çalışmanı həll edirik. İkinci çalışmamız bizim burada doğru yoxsa yanlış mövzusudur. Şagirdlər üçün ən maraqlı mövzulardan biridir. Mən hər zaman smayliklərdən istifadə edirəm. Doğru yoxsa yanlış, amma bu dəfə tam fərqli olsun deyə smaylikdən yox, qırmızı və yaşıl kartdan istifadə edəcəm. Qırmızı və yaşıl kartlar şagirdlərin ayağı altına qoyulur. Deməli, doğru olanda şagirdlər yaşıl karta addımlayırlar, yanlış olanda qırmızı karta addımlayırlar. Onlarda daha çox maraq yaranması üçün, fərqli olması üçün bu üsuldan istifadə edirəm. Bu üsulda yəni müəllim istədiyi tərzdə qura bilər. Keçdik çalışma 2-yə. Burada riyaziyyatda inteqrasiya olunub, kiçik lövhələri uşaqlara təqdim edirəm. Lövhələrdə hesablamalar aparırlar və başları üzərində lövhələri qaldırırlar. Müəllim baxır, müzakirə edirik, doğru yanlış olduğu söylənilir. Və gəlirik ümumiləşdirmə hissəsinə. Ümumiləşdirmə və nəticə. Deməli, burada Singveyn üsulundan istifadə etmişəm ki, şagirdlər mövzunu daha yaxşı mənimsəsinlər, daha yaxşı xatırlasınlar. Bir isim götürürük, ismə aid sifət, ismə aid hərəkət bildirən söz, 4 sözdən ibarət söz və ya söz birləşməsi, bir də isim burada. Lövhədə bunu çəkəcəm və şagirdlərin öz fikirləri səslənəsidir. Keçdik qiymətləndirmə hissəsinə. Qiymətləndirmə, bu birinci qiymətləndirməmdir. Bunu mövzu üzrə aparacam və gündəlikdə qeyd edəcəm. Səviyyələr üzrə qeyd olunur ki, uşaqlar mətndəki fakt və fikirləri düzgün müəyyən etdi və yaxud da sadə müəyyən etdi və yaxud da müstəqil müəyyən etdi. Bu
Bu fikirləri şagirdlərin fəaliyyətinə uyğun aparıb və gündəliyə qeyd edəcəm. Keçdik yaradıcı tətbiq etmə hissəsinə. Yaradıcı tətbiq etmə hissəsi müəllimin öz istəyindən asılıdır. İstəsə oyun qura bilər, istəsə səhnəcik və yaxud da mahnı səsləndirə bilər. Sinifdə şagirdlərin yorğunluğunu çıxarmaq və yaxud da daha dərsi maraqlı etmək üçün yaradıcı tətbiq etmədən istifadə olunur. Mən isə fərdi işlər vermişəm burada, dil qaydalarını toxunmuşam. Çünki 4-cü siniflər üçün ən vacib oyundan da qabaq dil qaydalarıdır. Çünki bunların qarşıda monitorinqləri var. Ona görə dönə-dönə fərqli bir üsullarda biz qaydalardır və yaxud da tapşırıqları şagirdlərə mənimsətməliyik. Burada 5 dənə fərdi iş götürmüşəm. Onları monitorda göstərəcəm. Yəni onları şagirdlər işləyəndən sonra müzakirə olunan vaxtı lövhədə göstərəcəm. Bir də burada maraqlı olsun deyə 7 dəqiqə vaxt verirəm. Musiqi ilə səslənilir. Uşaqlar üçün maraqlı olur daha da. Və müzakirə olunduqdan sonra qiymətləndirmə aparacağım. Bu qiymətləndirmə isə fərqli bir üsulla gündəliyə yox, məhz ulduzlarla qeyd edəcəm. Bu üsuldan biz çox istifadə edirik, bu qiymətləndirmə üsulundan və şagirdlər ən çox da yaşıl ulduz almağa çalışırlar. 4-cü səviyyədə yaşıl ulduz, 3-cü səviyyədə qırmızı ulduz, 2-ci səviyyədə narıncı, 1-ci səviyyədə bənövşəyi ulduz alırlar. Burada da şagirdlərin adları qeyd olunur və qarşısına ulduzlarını yapışdıracağım. Keçdik refleksiya hissəsinə. Ən sonuncu mərhələ burada şagirdlər keçirmiş mövzular. Yenidən refleksiya edirik, təkrarlayırıq ki, görə uşaqlar nəyi mənimsədilər. Və refleksiyamızda mən 3-2-1 üsulundan istifadə etmişəm. Bu vərəqlər şagirdlərə paylanılır və şagirdlərin fikirləri burada qeyd olunur. Daha sonra müzakirə olunur və gəlirik ev tapşırığına. Ev tapşırığı da istədiyi müəllim şəkildə təqdim edə bilər şagird üçün. Yəni istədiyi ev tapşırığını verə bilər. Mən esse yazmağı tapşırdım onlar üçün. Daha sonra gəldik. Yəni bu açıq dərsimiz ümumi olduğu üçün, digər müəllimlərin iştirakı olduğu üçün burada indi açmır video, yəqin internetlə əlaqəlidir. Burada deyirəm ki, dərsimiz necə keçdi, müəllimlərin fikirləri önəmlidir və sonda necə keçdi, rəylərimiz gəlsin. Daha sonra maraqlı olsun deyə şagirdlərə smaliklər verilir. Şagirdlər smalikləri müəllimlərə təqdim edir və özlərini necə qiymətləndirirlər, o şəkildə müəllimlərdən rəylərini alırlar. Mövzumuz bu qədər. Sağ olun.